xeyir olsun. Çox sağ olun, dəvətimizi qəbul edin. Təşəkkür edirəm. Xüsusilə bu Cenevrədə ABŞ-nin iştirakı ilə Rusiya-Ukrayna məsələsindəki olan danışıqlara istəyirəm bir toxunaq. Perspektivdə bu danışıqlar ümumiyyətlə nəsə vəd elədir? Ümumiyyətlə, danışıqlar prosesi ilk növbədə Miami'də, Amerikada keçirildi. Sonra növbəti mərhələdə Abu Dhabi'də baş verdi. Abu Dhabi'də əsasən təhlükəsizlik məsələləri müzakirə olunurdu. Amma Cenevrədə keçirilən bu müzakirələrdə Donbasın tamamilə Rusiya verilməsi və de jure bunun da qərb tərəfindən tanınması, Volodimir Zelenskinin hakimiyyətdən getməsi, təbii ki, bunu seçkilər yolu ilə etmək istəyirlər. Əsas iki prinsipial məsələdir Rusiya üçün. Rusiya məhz iki məsələni tələb edir. Məhz Donald Trump da artıq Rusiyanın bu təklifi ilə də razılaşıb. Cenevrədə bu müstəvidə danışıqlar həyata keçirilib. Ona görə də hər hansı bir razılaşma olmadı, müsbət bir proses olmadı. İndi qeyd edilir ki, ABŞ nümayəndə heyətindən də əlavə Ukrayna və Rusiya nümayəndələri də iki tərəfli danışıqlar aparıb. Ola bilər. Yəni istisna etmirəm, çünki Ukrayna tərəfi ümumiyyətlə Donbası Rusiya vermək istəmir. Volodimir Zelenski bu məsələdə tamamilə prinsipial mövqeyidir, çünki əgər Donbasın Rusiya verilməsi və Donbasın işğal olmamış ərazilərindən Ukrayna silahlı qüvvələrin çıxarılması Volodimir Zelenskinin siyasi fiyaskosudur və Ukrayna dövlətçiliyinə böyük zərb ola bilər. Ona görə də bu məsələdə prinsipialdır. Böyük Britaniyada, Avropada bu məsələdə Ukrayna yanındadır. Qeyd edim ki, Rusiya prezidenti xüsusi nümayəndəsi Dmitriyev 12 trilyonluq dollar ABŞ-Rusiya ticarət bir proqramı var. Onu Donald Trump'a, ABŞ nümayəndə heyətinə də demək olar ki, təklif ediblər. ABŞ da bununla razıdır və ABŞ Kiyevə kifayət qədər təzyiqlər edir ki, may ayında hər hansı bir razılaşmaya gedir və bu atəşkəs ola bilər və yaxud sülh razılaşması və növbəti mərhələdə seçkilər və Volodimir Zelenski. Artıq ötən gündə Dmitri Medvedev, Rusiyanın Təhlükəsizlik Şurasının müavini sabiq prezident elan etdi ki, nə qədər Zelenski hakimiyyətədir, bir o qədər də torpaqlar itiriləcək. Yəni, bu deməkdir ki, Rusiya Volodimir Zelenskini istəmir. Artıq Trump da istəmir. Nəyə görə? Çünki onlara elə bir şəxs lazımdır ki, Ukraynanın suverenliyini, təhlükəsizliyinə bir təhdid olacaq bir razılaşmaya imza atsın. Amma bu Volodimir Zelenski buna getmir. Tamamilə Volodimir Zelenski bu məsələlərdə haqlıdır. Ona görə də Cenevrə danışıqlarda baş tutmur. Bilirsiniz, Cenevrə danışıqları və yaxud Miami, Abu Dhabi burada həm ABŞ, həmçinin Rusiya Ukrayna kapitulyasiyasını istəyir. Təbii ki, Ukrayna tərəfi burada tək başına olarsa, Böyük Britaniya və Avropa İttifaqı bu məsələdə Ukraynaya dəstək eləməsə, Ukrayna tərəfi təbii ki, kapitulyasiya imza ata bilər. Amma kifayət qədər bu məsələdə Avropa onun yanındadır. Ona görə də döyüş əməliyyatlarını da həyata keçirir kifayət qədər. Yəni, artıq Rusiya qarşısına duruş gətirə bilir. Qeyd edim ki, 20 maddəlik ABŞ-ın da planı var. O plan təbii ki, qəbul edilib həm ABŞ tərəfindən, həm Avropa tərəfindən, Ukrayna tərəfindən. Sadəcə olaraq Rusiya tərəfi Donbas məsələsində bu qədər mövqeyi ortaya qoyduğu üçün, tələbkarlıq etdiyi üçün bu danışıqlar hər hansı bir nəticə vermir. Donald Trump da tələsir, çünki sentyabrda konqresdə aralıq seçkiləri olacaq. Onun bir növ komandasının siyasi taleyi məsələsidir. O, Rus-Ukrayna müharibəsini durdurmalıdır ki, həm reytingi yüksəlsin və o qələbə şansları da artırsın. Ona görə də onun üçün o qədər maraqlı deyil. Ukrayna ərazi güzəştinə getdi və yaxud getmədi. Yəni, burada əsas demək olar ki, Donald Trump öz siyasi gələcəyini, öz siyasi komandasının, partiyası, respublikaçıların siyasətini gözləyir. Amma bir məsələ də var. Ukrayna əgər bir müddətdə davam gətirsə, Amerika Birləşmiş Ştatları çalışacaq ki, Ukraynaya hərbi yardımları davam etsin. Rusiyanı kifayət qədər zəifləsin. Ukrayna cəbhə xəttində kifayət qədər mövqeləri güclənsin və əraziləri azad etsin və bu da, təbii ki, bu da Donald Trumpın siyasi qələbəsinə gətirib çıxara bilər. Amma
Rusiyanın 12 trilyonluq dollarlıq iqtisadi paketi bir qədər Donald Trumpı şirinləşdirib. Bilirik ki, Donald Trump daha çox ticari sövdələşmələrə üstünlük verdiyinə görə Rusiya ilə bu məsələlərdə kompromisə gedir. Volodimir Zelenski də göründüyü kimi Trumpa etiraz edir bu məsələlərdə. Onu Putinə müsbət yanaşmasını da tənqid edir. Yəni göründüyü kimi bu qədər böhran var. Həqiqətən də bu fundamental böhrandır. Rusiya-Ukrayna müharibəsi. Amerika Birləşmiş Ştatlarının administrasiyası, dövləti, strateji baxışı çox yaxşı bilir ki, Rusiyanın Ukrayna müharibəsi ərazi müharibəsidir. Bu qərbə qarşı, ABŞ-a qarşı eksistensial müharibədir. Bu Rusiya-Avropa, Rusiya-ABŞ müharibəsidir. Sadəcə olaraq Donald Trumpın şəxsi baxışları burada müəyyən qədər problemlər yaradır. Bunu Avropa İttifaqı da bilir, ABŞ, Böyük Britaniya da bilir, Ukrayna da bilir. Ona görə də danışıqlara qatılsalar da hər hansı bir bu Trumpla Putin istədiyi razılaşmalara getmirlər. Çünki bu razılaşmalara getməyə ABŞ-ın fövqəladə dövlət statusuna zərbə vurar. Avropanın təhlükəsizliyinə ciddi zərbə vurar. Rusiyanın taktiki qələbə əldə etməsi deməkdir. Rusiyanın Cenevra danışıqları və yaxud Abu Dhabi növbəti mərhələdə Miami danışıqlarda müəyyən uğurlar əldə edəndə Rusiya başlayır qonşularına qarşı təzyiqlər etməyə. Fikir verək, Abu Dhabi və Cenevra danışıqlarında Donald Trump Kiyevə təzyiq edir, Zelenskiyə təzyiq edir, Rusiya prezidentinə müəyyən maraqları orta məxrəcdə gəlirlər. Baxın, Rusiya başlayır ki, Azərbaycan təzyiqlər etməyə, Qazaxıstana təzyiqlər etməyə. Bir qədər Trumpla müəyyən orta məxrəcə gəldikdən sonra Rusiya başlayır ki, sağa-sola əl atmağa. Yəni, bu proseslər hamısı göz qabağındadır. Ona görə də Rusiya-Ukraynada qalib gəlməsi Avrasiya üçün, bəşəriyyət üçün böhrana gətirib çıxarar. Rusiya mütləq şəkildə Ukraynada məğlub olmalıdır. Çünki işğalçıdır, aqressordur, qonşularla dostluq münasibətlərə önəm vermir, ona vassal lazımdır, dağıtmalıdır, viran qoymalıdır, xalqlara qarşı zorakılıq tətbiq etməlidir. Bu da 21-ci əsrdə təbii ki, qəbul olunan deyil. Avropa İttifaqı, Böyük Britaniya artıq güclənir, öz iqtisadiyyatında hər bir relsə qoyurlar. Kifayət qədər Amerika Birləşmiş Ştatlarıyla da bir çox məsələlərdə fikir ayrılığı yaranıb. Almaniyada artıq silahlı qüvvələrini gücləndirir və Rusiya qarşısında duruş gətirəcəklər. Hazırda Ukraynanın da məhz həm Zaporojye, Kupiansk istiqamətində müəyyən irəliləyişlər əldə etməsi Böyük Britaniyanın, Avropa ölkələrinin bir uğurudur, Ukraynaya dəstəyidir. Amma burada Dövlət Departamenti də, həmçinin Pentagon da bu məsələdə Trumpdan fərqli olaraq demək olar ki, Ukraynaya dəstək verməz. Starlink Peykin də söndürülməsi Rusiya üçün burada Ukraynanın da mövqeyini gücləndirir. Mən düşünürəm ki, bu məsələ artıq Trump da məcbur qalıb Ukraynaya dəstək verəcək. Kifayət qədər Rusiyanın kölgə dolanmasına, iqtisadiyyatına ciddi sanksiyalar yenidən tətbiq olunacaq. Ramstein, ötən həftə Ramstein formatı keçirildi. 35 milyard dollarlıq yenidən Ukraynaya hərbi paket hazırlandı. Artıq bu il ərzində 15 milyard dollarlıq silah-sursat NATO Amerikadan alıb Ukraynaya verəcək və bu cəbhə xəttində Rusiyanın durdurulmasına gətirib çıxarır. Amma təbii ki, Rusiya cəbhə xəttində irəliləyiş əldə etməyəndə Ukraynanın enerji infrastrukturunu və humanitar obyektləri vurur. Bu da Ukraynanın müəyyən qədər əziyyət çəkməsinə, zəifləməsinə gətirib çıxarır. Mən düşünürəm ki, bu dövlət terrorudur. Müharibədə heç bir ölkə mülki enerji infrastrukturunu vurmamalıdır. İnsanların yaşadığı humanitar obyektləri vurmamalıdır. Əgər vurursa, bu təbii ki, cinayətdir, terrordur, beynəlxalq konvensiyanın pozulmasıdır. Necə ki, 2-ci Qarabağ müharibəsində Ermənistan tərəfi Gəncəyə raket atdı, dinc sakinlərə bərdi atdı. Eyni analoji Rusiya-Ukraynada bunu tətbiq edir. Mən düşünürəm ki, dünya buna susmamalıdır və susmayacaq da. Mütləq şəkildə Beynəlxalq Ədalət Məhkəməsi bu məsələlərə obyektiv qiymət verəcək. Hazırda Qərblə Rusiya arasında bu siyasi böhran davam edir. Bu
bu kimi danışıqlar Abu Dabi'də, Cenevrə danışıqlarıdır. Sadəcə olaraq Ukraynanın kapitulyasiyasına hesablanan bir razılaşmadır. Zelenski də Trumpın acığına gəlməmək üçün bu danışıqlara qatılır. Amma problem fundamentaldır, köklüdür. Bu müharibədə Qərbin məğlub olmaq, Rusiyaya güzəştə getmək lüksü yoxdur. Əgər Rusiya bunlar güzəştə getsələr, həqiqətən də Rusiya tankları növbəti təhlükə olacaq, Polşa olacaq, bir Baltika olacaq. Sabahları Rusiya tankları Budapeştdə də görsənə bilər, Praqada görsənə bilər. Yaxın tarixdə bunlar baş verib, ötən əsrin 60-cı, 70-ci illərdə bu baş verir və bilirsiniz ki, illər tarixdə çox qısadır və daima da Zelenski də bu məsələdə öz Avropa həmkarlarını məlumatlandırır. Avropanın təhlükəsizliyi məhz Ukraynadan asılıdır. Təkcə Avropanın yox, elə Mərkəzi Asiyada, Cənubi Qafqazında. Çünki Rusiyanın güclənməsi bu ölkələrin təhlükəsizliyini təhdid edəcək yeni böhranlara gətirib çıxara bilər. Dünya yeni siyasi nizama qurulur və bu yeni siyasi nizamında Amerika Birləşmiş Ştatları bilirsiniz ki, sülh şurası yaradır və bu proses də davam edir. Təşəkkür edirəm bu məsələyə geniş şərh verdiyiniz üçün. Məncə ətraflı izah elədiniz. Gəlin keçək artıq digər mövzuya, yəni bu İran məsələsini. İndi ABŞ-nin İrana hücumu ehtimal olunan, belə desək, səsləndirilən fikirlərdəndir. Nə dərəcədə real görünür? Bilirsiniz, Amerika Birləşmiş Ştatları İranın devrilməsi 1979-cu ildən hədəfli. Bu Trumpın istəyi deyil. Elə Molla inqilabı olandan bəri. Bəli, 1979-cu ildən bu strategiya həyata keçirilir. Sadəcə olaraq real siyasi şərait lazımdır ki, bu hərbi əməliyyatları həyata keçirilsin. Və artıq beynəlxalq hüququ demək olar ki, degradasiyaya uğrayıb və kim güclüdür, o proseslərə ciddi şəkildə təzyiq edir. Yeni dünya siyasi nizamı yaranır. Bir tərəfdən Çin də öz iqtisadi, siyasi, hərbi mövqeyini gücləndirir, özünün periferiyasını qurur. İranla sıx enerji sahəsində, həmçinin hərbi texniki əməkdaşlıq edir. Bu da Amerika Birləşmiş Ştatlarını narahat edir. Amma Amerika Birləşmiş Ştatları birinci Mudron taktikasına qayıtdı, Qərb yarımkürəsini. Orada Venezueladan, Panamadan, Çini və Rusiyanı çıxartdı və Rusiya, Çin, həmçinin İran üçlük oxuna qarşı uzun illərdir ki, Amerika dövləti mübarizə aparır. Hazırda bilirsiniz ki, İran neft və qaz yataqlarına görə dünyada ikinci, üçüncü yerlərdədir. Bunun da nefti, qazı birbaşa Çinə satılır, Hindistana satılır və bu da İran rejiminin ayaqda qalmasına, yaxın şəhərdə proksi qüvvələr dəstəkləməsinə, Amerikanın region siyasətini təhdid edir. Təkcə Amerikanın yox ilə, İran da Cənubi Qafqaz, Azərbaycan daima təhdid edib bu proksi terror qüvvələrinə. Amerika Birləşmiş Ştatları düşünürəm ki, bu qədər hərbi qüvvələr gətiribsə İran ətrafına, havadan müdafiə sistemləridir, ballistik raketlərdir, təyyarə daşıyan gəmilərdir, B-2 bombardmançısı, F-35, F-22 kifayət qədər bura hərbi həmçinin dəniz istiqamətində katerlər gətirib, yəni kifayət qədər bu qədər hərbi personal gətiribsə, deməli Amerika Birləşmiş Ştatları uzun müddətli müharibəyə hazırlaşır. Burada 12 günlük və yaxud bir həftəlik qısa əməliyyatdan söhbət gedə bilmir. İkinci variant isə bu təbii ki, İrana qarşı siyasi psixoloji təzyiqdir. Danışıqlarda İranın güzəştə tətbiq eləsin. Amma göründüyü kimi Maskatda keçirilən görüşlərdə nəticəsiz qaldı. Cenevrədə bilirsiniz ki, İran Xarici İşlər Naziri Amerika nümayəndə heyəti ilə görüşlər keçirildi. Bu da nəticəsiz qaldı, amma baxmayaraq ki, İranda prezident Pezeşkiyan və onun administrasiyası, islahatçı qanat Amerika ilə danışıqlara gedib, Amerikanın təkliflərini qəbul edə bilər. Müəyyən orta məxrəcə gəlinə bilər. Amma bir tərəfdə bilirsiniz, danışıqlar gedir Cenevrədə. İranın Xarici İşlər Naziri çıxıb deyir ki, müəyyən razılaşma var nüvə məsələsindən. İran ali dini rəhbəri Xamney deyir ki, biz Amerikanın gəmisini batıracağıq, Amerika əsgərlərinin tabutlarını göndərəcək. Təbii ki, bu danışıqlarda fiyaskoya uğrayacaq. Rubio da qeyd etdi ki, yəni İranla danışıqlar aparmaq çox çətindir, çünki orada Xarici İşlər Naziri ilə danışıqlar aparılır, prezident qərar verə bilmir, gedir məruzə olunur ali dini rəhbərə.
o da elə bir qərar verir ki, tamamilə danışıqlar prosesi dayanır. Yəni Amerika bir növ burada danışıqlar prosesinə problem görür. Çünki struktur tamamilə qəlizdir. Sepah generalları bir tərəfdən açıqlama verir, İrana meydan oxuyur. İran Amerikan gəmilərini batıracaqdır. Xaricilər naziri İranın Araqçısı bir olumlu, pozitiv açıqlama verir. Bu qədər mürəkkəbdir. Düşünürəm ki, bir həftə, 10 gündən sonra da olmasa, Amerika Birləşmiş Ştatları çalışır ki, İrana qarşı təzyiqləri ciddi şəkildə davam etdirsin. Əgər bu olmasa, İrana qarşı hərbi əməliyyatlar qaçılmazdır. Çünki Amerika Birləşmiş Ştatları bu oyunda geri çəkilsə, İran güclənəcək. İran ali rəhbərliyi çıxıb deyəcək ki, baxın, Amerika bu qədər hərbi qüvvə gətirdi, kifayət qədər, amma İran qarşısına düz sökdü, Amerika Birləşmiş Ştatları geri qayıtdı. Və burada Çinin də mövqeyi güclənəcək. Çünki Çin bugün İrana kifayət qədər silahlar verir. Havada müdafiə sistemləri, raketlər, qırıcılar. Çin çalışır ki, bu razılaşma baş tutmasın. Çünki razılaşmanın baş tutması İran neftinin Çinə getməsinin qarşısını alır. Çünki Çin İran neftindən 20% alır, 20%-dir və bu da kifayət qədər Çin üçün böyük rəqəmdir. Həmçinin Çinin Hind-Sakit Okean periferiyasında geosiyasi mövqeyi güclənəcək, ABŞ-a əzələ nümayiş etdirəcək. Burada bir qlobal savaşdır İran ətrafında. Təkcə bu İran-Amerika siyasi hərbi böhrandır. Bu Çin-Amerika hərbi böhrandır. Tərəflər bir-birinə əzələ nümayiş etdirir. Ona görə də düşünürəm ki, mütləq şəkildə Amerika Birləşmiş Ştatları İrana nəsə edəcək. Etməsə geri çəkilməyəcək. Çəkilsə bu Çin-İran oxununu Amerika məğlub olması deməkdir. Həmçinin Rusiya-Ukrayna məsələsində də mövqeyi güclənəcək. Hamısı bir-birinə zəncirvari bağlıdır və yeni dünya siyasi nizamı qurulur. Bu prosesdə Amerika Birləşmiş Ştatları sülh şurası yaradırsa, 27 dövlət öz ətrafında birləşdirirsə və gəlib İran qarşısına geri çəkiləcəksə, bu Amerikaya etimadı tamamilə zəiflədəcək, Amerikanın zəif olduğu görüntüsü yaranacaq. Bu arada biz indi ABŞ-nin İranla bağlı tələblərini və yanaşmasını deyirik, amma İsrailin də İrandan tələbləri var və kifayət qədər böyük tələblərdir bunlar. Təbii ki, bilirsiniz, İsrail Amerika Birləşmiş Ştatlarının təlimatı olmadan, dəstək olmadan hərbi əməliyyatları keçirə bilmir. İndi ABŞ-ın dövlət katibi fevralın 28-də qeyd edildi. İsrailə gələcək, danışıqlar aparılacaq. İsrail çox çalışır ki, Amerika Birləşmiş Ştatları İrana qarşı hərbi əməliyyatlara başlasın. İsrailin tələbi bundan ibarətdir ki, İsrailə satacaq raket sisteminə İran malik olmasın. Çünki bu İsrailin təhlükəsini təhdid edir. Həmçinin proksi qüvvələri, Həmasdır, Hizbullahdır, İraqda bu qüvvələri yeni terrorçu silahlı qruplar yaratmasın. Həmçinin nüvə zənginləşdirilməsini tamamilə sıfıra çatdırsın və İranın əlində olan sentrifuqaları xarici 3-cü ölkəyə versin. Yəni ortaqdır. ABŞ, İsrailin İrandan tələb etdiyi tələblər ortaqdır. Ona görə də hər hansı bir razılaşma olmur. İran da deyir ki, Amerika Birləşmiş Ştatları hücum edəcəksə, mən də İsrailə vuracam. İsrail də deyir ki, mən bütün senariyə hazıram. Həqiqətən də bilirsiniz, İranın əlində kifayət qədər ballistik raketlər var. Hələ ötən ay İran həmin ballistik raketi Rusiya ilə razılaşma şəklində qitələr arasıdır, Sibirə atdı. Baxın məsafəyə, yəni uğurlu bir raket atışı həyata keçirildi. Əgər müharibə baş verərsə, burada Venezuela ssenarisini tətbiq edə bilər. Amerika Birləşmiş Ştatları fikir verin, bütün hərbi qüvvəni yığır, prosesləri analiz edir. Ola bilər ki, elə sistem tətbiq etsin, süni intellektlə Amerika Birləşmiş Ştatları İranın raket sistemini kiber hücumla tamamilə dayandırsın. Yəni, bu da ola bilər. İsrailə qarşı və yaxud Amerika Birləşmiş Ştatlarının hərbi bazalarına qarşı raket atışlarını dayandıra bilsin. Ola bilər ki, Amerika bunun üzərində də işdir, bu da baş verə bilər. Demək olar ki, İranın raket havadan müdafiə sistemini çöktürsün və bundan sonra
hərbi əməliyyatlar həyata keçirsin. Həqiqətən də əgər müharibə başlayarsa, İran kifayət qədər İsrailə zərbələr vuracaq. Çünki 10-cu günlük müharibədə nə qədər İsrail beynəlxalq ictimaiyyətə bu məsələni deməsə də, amma İsrail İranın raket hücumlarından kifayət qədər zərər görmüşdü. Və bu müstəvidə ona görə də İsrail, Amerika Birləşmiş Ştatları bu məsələdə çalışırlar ki, elə bir zərgər dəqiqliyi əməliyyatlar keçirsinlər ki, nə İsrail burada ciddi xəsarət alsın, nə də Amerikanın yaxın şərqdə hərbi bazaları. Təşəkkür edirəm. Mən təşəkkür edirəm.